Yani kasa alma değil. Yani kasa almaya beraber değil. Toğ yumurtası əvəzinə anakonda yumurtası. Deməli, əgər dəftəriniz və qələminiz varsa, siz burada qeyd edəcəksiniz. Mən isə lövhədə qeyd edəcəm. Bunu unutmuruq. Kofemizi və yaxud çayımızı, suyumuzu da yanımıza qoyuruq. İcazənizlə mən bunu artıq kənara qoyuram. Ehtiyacımız yoxdur. Və başlayıram ən doğru bilinən ilk yanlışdan. Hansı ki, proqramlaşdırmanı öyrənməyə bizə qoymur. Biz deyirik ki, Azərbaycan dilində bəzi yoldaşlar belə bir xətaya yol verir. Deyir ki, A bərabərdir 5. Yəni, buna deyirik bərabərdir. Bərabərdir. İngilisdə, İngilis sektoru olan yoldaşlar yanlışlıqla buna deyir equal. Equals. Rus dilində xətayən deyirlər ki, ravnik. Nəsə, ravnik ola bilər. Qarışdırdım. Bu ola bilər, bu sıxıntıdır. Yəni, bunların heç biri deyil. Bunu indi sübutləyəcək. A təmiz ayrı şeydir. It's different thing. Və eyni zamanda B də 5 də təmiz ayrı şeydir. Bunu biz həyatdakı nümunə ilə göstərək. İlk öncə, bura niyə görə bu prosesə mənimsətmə deyirik? A-ya mənimsədilir 5. Yəni, bu mənimsətmə sağdan sola icra olunan prosesdir. Bunu izah etmək üçün bizim burada müəyyən vasitələrimiz var, gündəlik həyatdan olan. Bu bizim kasadır. Buna mən bir dəyişən adı verirəm. Hal-hazırda yazıram, bu oldu A kasası. Yəni, bu A hal-hazırda bizdə kasadır. Kasa. Kasa 5-ə bərabər ola bilməz. Yəni, A 5-ə bərabər ola bilməz. Bəs nə ola bilər kasanın içində? Misal üçün, kasanın içinə alma qoyanda biz almanı kasaya mənimsətmiş oluruq. Yəni, kasaya mənimsət bir növ oxşarəsi qoyacam belə bir şey ki, bilək. Alma adlı bir şey, dəyəri, nəsə də kasa mənimsətdi. Yəni, kasa alma deyil. Yəni, kasa almaya bərabər deyil. Və yaxud digər bir dəyişən götürsək, digər bir dəyişən yenə bizə kasadır. A-nın içinə biz ilk öncə balaca bir yumurta qoysaq, bildirçin yumurtası. Kasanın içində hal-hazırda bildirçin yumurtası var. Bu demək deyil ki, kasa yumurtadır. Xeyr, kasa yumurtanı mənimsəyib. Yəni, kasa öz içərisində yumurtanı saxlayır. Yəni, A dəyişəni hər hansısa bir ünvanın adıdır ki, onun barəsində danışacaq. 5 dəyişənin dəyərini mənimsəyib. Yəni, 5 dəyərinin saxlandığı yerə müraciət etdirir. Yəni, biz kasa deyəndə əslində kasanın içindəkini nəzərdə tuturuq. Yəni, A deyəndə əslində A-nın içərisindəki nəzərdə tuturuq. Tutaq ki, bunu dəyişdirsək, yəni başqa bir proses icra etsək, necə? Artıq A dəyişəninə biz əvvəlcə tutaq ki, 5 dəyəri mənimsədilmişdir. Biz dəyişdirib A-ya 8 dəyəri mənimsədiriksə, o zaman bu necə bir baş verir? Bir növ artıq bunun içində olan bildirçin yumurtası kənarda olur. Artıq bunun içinə bir dənə toyuq yumurtası qoymuş oluruq. Yəni, əvvəlki dəyər artıq içində deyil. Kasa ünvanı xarakterizə edir A vasitəsilə. Yumurtadır artıq içində. Nə yumurtası? Toyuq yumurtası. Bu qoyduq yerinə. Daha sonra isə tutaq ki, eyni bir kasada artıq mən toyuq yumurtası deyil, toyuq yumurtası əvəzinə anakonda yumurtası saxlamaq istəyirəm. Deməli, əgər ki, bunu mənimsətsəm, bu yerdə yumurtası olmalıdır, səhvlənmirəmsə, onun zaman nə baş verir? A-ya yenidən dəyişən mənimsətmə prosesi baş verir, 15. Gördüyünüz kimi, A-nın içəri dəyişir. Bu, xətti, kompüterun yaddaşı olaraq xarakterizə etsək, hər hansısa bir yaddaş ünvanını A ilə xarakterizə etmiş oluruq, yəni kasamız. Bunun içərisində də olur 5 dəyəri.
Yəni, A vasitəsilə yaddaşdakı ünvanda olan qiymətə, dəyərə, value-a biz müraciət edirik. Bir daha vurğuluram. A 5 deyil. A 5-ə bərabər deyil. A 5 dəyərini saxlayan ünvana müraciət etmək üçündür. Və yaxud başqa bir nümunələrdən istifadə etsək, misal üçün, hal-hazırda bizdə burada qırmızı istiot var və başqa bir kasa var. Bunu biz bir şey etsək, belə bir şey edə bilərik. Tutaq ki, bizdə hal-hazırda belə deyək, bu nahiyədə biz izah edək. Hər hansısa bir B dəyişəni ki var, içində var nəsə, misal üçün 13 və yaxud başqa bir şey olsun, fərqi yoxdur. Bunu bir D adlı dəyişənə B-ni mənimsədəndə nə proses baş verir? Bir növ buna oxşar bir proses baş verir. Yəni, biz B dəyişəninin içində bundan var, bunu da bu B dəyişənini də D-yə mənimsədir. Sözsüz ki, vaxtı gələndə referans, primitiv type haqq hesablarını edəcəyik biz. Biz hal-hazırda B dəyişəninin içindən bura mənimsətmiş oluruq. Yəni, bunun içində nə var idisə, artıq bunun da içində o var. İkisi də fərqli şeydir. Çünki bu primitiv tipdir. Vaxtı gələndə danışacaq bununla özümüzü narahatlətdirmək. Və yaxud dəyişənlərdə həmişə yumurta və yaxud qırmızı istiot saxlamaq məcburiyyətində deyilik. Bir dəyişənin içində, bunun içində yoxdur ki, ketçupda saxlaya bilərik. Yəni, dəyişən içində dəyər saxlamaq üçün lazım olan bir anlayışdır. Daha doğrusu desək, dəyişən içində dəyəri kodlaşdıran kompüter yaddaşındakı bir hissəyə bir daha vurğulayıram. Müraciət etmək kimi olan bir şey. Deməli, yekunda buna nə deyirik? 5-i mənimsədirik A-ya, və yaxud A5-i mənimsəyir, bir daha vurğulayıram. Sağdan sola icra olunan prosesdir. Qətiyyən bərabərdir, ekvas və yaxud ravnik olaraq baxmırıq. Ümidvaram, artıq ilkin təməl anlayış dərk olundu. Bir daha deyirəm, sən buna bərabərdir deyərək, yaxşı şəkildə proqramlaşdırma öyrənə bilmərsən. İlk addımın xətalı olar. Biz də ona görə ilk addımı xətalı etmirik ki, növbəti addımlar bizdə uğurlu olsun. Çünki bucaq anlayışına görə başlıqda edilən kiçicik bir xəta sonradan bizi böyük məsafədə xətalara gətirib çıxardar. Əsas ilkin xətanı qorumaqdır, yəni etməməkdir daha doğrusu. Növbəti videolarda bizdən daha dəyərli, daha yaxşı məlumatlar əldə etmək üçün belə abunə ola bilərsiniz, komment yazıb paylaşa bilərsiniz. Bu şəkildə sağ olun, salamat qalın.